Möhtərəm möminlər, izzətli qardaşlarım, bugünkü xütbəmizin mövzusu qul haqqı ilə əlaqəlidir. Bugün insanların maddəyə əhəmiyyət verib, mənəviyyata diqqət etmədiyi bir dönəmdə insanoğlunun ən əhəmiyyətli dərəcədə riayət edəcəyi məsələ qul haqqı məsələsidir. Çünki o ən gözəl şəkildə yaradılmış, ağıl neməti ilə bəzədilmişdir. İnsan üçün başqa insanlarla tanış olmaq, yardımlaşmaq, onlarla birlikdə yaşamaq onun ən təbii ehtiyacıdır. Bu səbəblə cəmiyyət halında yaşamaq qarşılıqlı haqq və məsuliyyətləri də özü ilə gətirir. İnsanları şərəfli və ən gözəl surətdə yaradan, onlara sayılmayacaq qədər çoxlu nemətlər bəxş edən uca Rəbbimiz bizlərə bunu lütf etmişdir. Bu haqların qorunması üçün bəzi qanun və qaydalar da qoymuşdur. Qoyulan beləsi haqları tapdamağı isə günah olaraq saymaqdadır. Rəbbimiz özünə qarşı edilən xətaları və günahları bağışladığı halda qul haqqını bu əffin xaricində tutmuşdur. Və qul haqqını bağışlamağı haqsızlığa uğrayan qulunun öhdəsinə buraxmışdır. Ona görə də hansısa bir qul haqqı səbəbilə bir kimsə tövbə edəcəksə, əvvəlcə haqqına girdiyi kimsədən halallıq alması şərtdir. Əziz qardaşlarım, qul haqqı o qədər ciddi bir məsələ və o qədər mühüm bir haqqdır ki, Allah-u Teala bir şəhidin bütün günahlarını bağışladığı halda üzərində qul haqqı varsa, o haqqı bağışlamamağı bizə bildirmişdir. Çünki şəhid öz canını qurban etdiyi halda Allah Azza və Cəllə onun qul haqqını əff etmir. Qul haqqına girmənin axirətdəki çətin aqibətini Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm bizə belə bildirir. Kimin üstündə din qardaşının namusu, heysiyyəti və malı ilə əlaqəli bir zülüm varsa, qızıl və gümüşün olmadığı qiyamət günü gəlmədən əvvəl o insanla hallaşsın. Əks təqdirdə etdiyi haqsızlıq miqdarında onun yaxşı əməllərindən alınıb haqq sahibinə verilir. Əgər yaxşı, yəni savabı yoxdursa, haqq sahiblərinin günahları alınıb həmin şəxsə qaytarılar. Allah Resulü Aleyhisselatü Vesselam başqa bir hədis şərifdə belə buyurur. Müflis kimdir bilirsinizmi? Deyə soruşur. Onlar da bizə görə müflis pulu və malı olmayandır şəklində cavab verirlər. Resulullah sallallahu aleyhi və səlləm isə şübhəsiz ki, mənim ümmətimin müflisi qiyamət günü namaz, oruc və zəkat savabı ilə gələ. Lakin ona söyüb, buna zina iftirası atıb, onun malını yeyib, bunun qanını tökdüyü, o birini döydüyü üçün yaxşılıqlarının savabı ona buna verilən və üstündəki qul haqları qurtarmadan savabları qurtararsa, bu dəfə haqq sahiblərinin günahlarını yüklənib, nəticədə cəhənnəmə atılan kəsdir, buyurur Peyğəmbərimiz. Əziz möminlər, qul haqqının ən dəhşətlisi şəkillərindən biri faiz alıb verməkdir. Başqa bir növü tərəzdə aldatmaqdır. Bunlarla birlikdə birinin malını oğurlamaq və ya icazəsiz almaq, şərəf və heysiyyətində kələmək, insanları zarafatla da olsa üzmək və ya qorxutmaq, aldatmaq, rüşvət alıb vermək, borcunu gecikdirmək və ya ödəməmək, hər hansı bir müsəlman qardaşının qəlbini qırmaq, kobudluq etmək və s. kimi xüsuslar da qul haqqına girmək sayılır. Qul haqqı və bu haqqdan halallaşma o qədər əhəmiyyətlidir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm özü belə Peyğəmbər olmasına və hər cür haqqa diqqət etməsinə rəğmən
bütün əshabının qarşısında onlarla halallaşmışdır. Kardeşlerim, bu fani hayat bir gün sona çatacaq, həqiqi hayat dediğimiz ahiret hayatı başlayacak ve herkes dünyadaki hayatından, yaşantısından, əməllərindən hesaba çəkiləcəkdir. Ağıllı ve bəsrətli insan Allah'a ve onun qullarına karşı vəzifələrini yerinə yetirən, hak ve hüquqa sayğı gösterip hesab gününe borçsuz ve günahsız olarak getməyə çalışan insandır. Bu həqiqət heç vaxt unudulmamalıdır. Kim yaxşılıq veya pislik olarak ne edipse mütləq qarşılığını görəcəkdir. Xutbəmin əvvəlində okuduğum Zilzal suresinin 7-8. ayəsində alemlerin Rabbi olan Allah belə buyurur. Kim zərrə qədər yaxşı bir iş görmüşsə, onu görəcək. Kim de zerre kadar pis bir iş görmüşse onun əvəzini görəcəkdir. Bir Müslüman Peygamberimiz sallallahu aleyhi ve sellemin elinden ve dilinden Müslümanların emin olduğu kimsedir buyurur. Bu dünyada insanların haklarını yüklenerek gedenlerin ahiretteki halı büyük bir hüsran ve perişanlıktır. Bu sebeple de insan bilerek yahut bilmeden bir kul hakkına giripse, vaxt geçirmeden ne bahasına olursa olsun halallaşmalı ve ondan sonra da tövbe etmelidir. Çünkü dünyada utanmak ve sıkıntı çekmek ahirettekinin yanında çok rahattır. O gün elə bir gündür ki, buynuzsuz koyun belə ona zarar veren buynuzlu koyundan hakkını alacaktır. Ve hiç kimin hakkı hiç kimde kalmayacaktır. Değerli din kardeşlerim, hiçbir Müslüman kul hakkı barəsində laikit olmamalıdır. İsteyir bağışlasın, isteyir bağışlamasın, isteyir halallıq versin, isteyir verməsin şəklində ağır ve büyük danışmamalıdır. Gafil sözler deyilməməlidir. İnanan bir Müslüman bu şeylerden kaçınmalıdır. Bilerek veya bilmeden başkalarının hakkını alan kimse mütləq o hakkı ödemek ve halallaşmak suretiyle özünü kurtarmaya çalışmalıdır. Unutmayaq ki, haksızlık ederek hak sahibine hakkını vermeyenler yahut hansısa bir kul hakkına girenler ahirette son derece hansısa bir kul hakkına girdikleri için ağır bir əzaba düçar olarlar. O kimseleri Allah bağışlamayacak, hak sahibinin ihtiyarına verecektir. Onun için inanan bir Müslüman olarak herkesin hak ve hüququna saygılı olmalı ve kul hakkı ile Allah'ın huzuruna çıkmaktan korkmak ve çekinmek lazımdır. Kul hakkını hak sahibi bağışlamadan Allah'ın da bağışlamayacağını asla unutmamalıyıq. Xutbəmi Peygamberimiz sallallahu aleyhi ve sellemin bir hadis-i şerifiyle bitirmek istedim. Ey insanlar! Kimin üstünde keçmiş bir kul hakkı varsa onu derhal ödesin. Dünyada rezil rüsvay olaram diye düşünmesin. Yaxşı bilin ki dünya rüsvayçılığı ahirettekinin yanında çok üngüldür buyurur.